Qubadakı Heydər Əliyev mərkəzində Quba rayon icra hakimiyyətinin və Viqasmet Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə autizm spektr pozuntularına dair autizm xəstəlik deyil, fərqlilikdir mövzusunda bilgilendirici təlim seminar keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarın moderatoru psixoloq Rəna İskəndərova çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqların erkən diaqnostikası və müalicəsinə dəstək vermək. Bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, valideynləri bilgiləndirmək, eyni zamanda cəmiyyətdə autizmə qarşı mövcud olan stereotiplərin və yanlış yanaşmaların aradan qaldırılmasına töhfə verməkdir. Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Cahid Mustafayev autizmli uşaqların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bugün tədbirimiz autizm spektr pozuntuları olan uşaqların müayinə müalicəsinə dəstəyin göstərilməsi, bu sahədə mütəxəssislərin bilik bacarıqlarının artırılması, valideynlərin maarifləndirilməsi və cəmiyyətdə bu cür uşaqlara qarşı stigma və stereotiplərin aradan qaldırılması istiqamətində mövzusundadır. Və biz çalışacağıq ki, bugün tədbirimizdə mütəxəssislərlə bu sahədə danışaq və autizm uşaqlara necə dəstək etməyi və onlarla birlikdə işləməyi daha yaxşı öyrənək. Viqasmet Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova isə autizmin erkən yaşda müəyyən edilməsinin uşağın gələcək inkişafında həlledici rol oynadığını qeyd edib. Son zamanlarda autizm sindromlu uşaqların sayı dayanmadan artır və onlara qarşı olan diqqət, qayğı daha çox olmalıdır. Çünki onların digər uşaqlarla aralarında inklüziv yanaşmalar, fərdi yanaşmalar və uşaqların inkişafı üçün bizim ilk addımlarımız onların erkən müdaxiləsindən gəlir və erkən müdaxilə o uşaqların sosial cəmiyyətə inteqrasiyasını bərpa eləyir. O uşaqların inkişafı üçün bizim mühüm tədbirlərimizdən biri odur ki, böyükləri, müəllimləri, valideynləri, digər şəxsləri, yəni heç öz evladı autizm sindromlu olmasa belə maarifləndirək. Bu uşaqların da sosiallaşması çox vacibdir. Onların da məktəbə adaptasiyası, bağçaya, digər uşaqlarla əyləncə mərkəzlərində iştirak etməsi mühümdür. Quba rayon Heydər Əliyev mərkəzinin direktoru Sevinç Səlimova çıxışında bildirib ki, autizm spektr pozuntusu olan uşaqlar daha həssas və duyğusal dünyaya malikdirlər və cəmiyyətin bu uşaqlara, eləcə də onların valideynlərinə yanaşması daha anlayışlı və mərhəmətli olmalıdır. Seminarın ən təsirli və yadda qalan hissələrindən biri isə autizmli uşağın valideyninin çıxışı olub. İndi ailələrdə əziyyət çəkən valideynlər var, məni başa düşər. Mən işə gedəndə uşaq dalınca ağlayır, ayrılmaq istəmir. Elə bilir ki, ata gedir və qayıtmayacaq. Yəni başa düşmür. Biz də onu başa düşürük. Gözünün o biri otağın pəncərəsində qaçıb gedib ayaqqabı geyinib işə gedirəm. Valideyn böyük ehtiyatla, kövrək və səmimi danışaraq bildirib ki, autizmli övlad böyütmək yalnız tibbi deyil, eyni zamanda ciddi psixoloji və sosial məsuliyyətdir. O, öz şəxsi təcrübəsindən nümunələr gətirərək deyib ki, bir çox valideynlər ilkin əlamətləri vaxtında ciddiyə almır, keçər düşüncəsi ilə mütəxəssisə müraciəti gecikdirirlər. Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar və Təbiət Elmləri Fakültəsinin dekanı, universitet tələbələri də mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlarda autizmli uşaqların cəmiyyətə inteqrasiyası, inklüziv təhsilin önəmi və valideyn mütəxəssis əməkdaşlığının vacibliyi ön plana çəkilib. Tədbirin sonunda psixoloq Mənsur Xaspoladov çıxış edərək autizm spektr pozuntularının elmi əsasları və müasir yanaşmaları barədə bilgi verib. Seminar çərçivəsində mövzuya dair videoçarx göstərilib. Onu da vurğulayaq ki, bilgiləndirici təlim seminarda pedaqoqlar, psixoloqlar, valideynlər və gənclər iştirak ediblər. Tədbir bir daha göstərib ki, autizm xəstəlik deyil, düzgün yanaşma və anlayış tələb edən bir fərqlilikdir. Sahib Məmmədli, Çingiz Qədimli, Xanım Xatun, Qafqaz TV üçün.